Salam müəllimlər, bildiyiniz kimi sertifikasiya imtahanlarına sayılı günlər qalıb və bir neçə sualın bu günləri müəllimlərimiz üçün dəstək olsun deyə hazırlamışam və izahlarını verəcəm. İlk sualımıza baxaq müəllimlər. Deyir ki, ön əzələ qüvvəsini inkişaf etdirən hərəkətləri seçin. Söhbət qüvvə hərəkət qabiliyyətindən gedir və bildiyimiz kimi qüvvə hərəkət qabiliyyəti məktəblərdə 5 istiqamət üzrə aparılır, yəni mövzular keçirilir, amma 4 istiqamət üzrə nə etdirilir? İnkişaf etdirilir. İlk öncə inkişaf etdirilənləri siz üçün deyim. Bədənin aşağı ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsi, bədənin yuxarı ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsi, bədənin ön əzələ qüvvəsinin inkişaf etdirilməsi və bədənin arxa əzələ qüvvəsinin inkişaf etdirilməsi. Bu sadaladığım 4 inkişaf etdirilən istiqamətlər ki var, bu qüvvə hərəkət qabiliyyətinin inkişafıdır. Amma əlavə bir desəm ki, əlavə bir dənəsində desəm ki, qüvvənin təkmilləşdirilməsi, bu artıq olacaq qüvvənin məktəblərdə keçirilməsi, aparılması. Amma bu sualda bizdən istəyir ki, qüvvənin yalnız ön əzələ qüvvəsini inkişaf etdirən hərəkətləri seçək. Bizə bir neçə, belə deyək, rəqəmlərlə hərəkətlər vermişdilər. Ola bilər ki, bu hərəkətlərin içində bir neçəsi və yaxud ümumiyyətlə hər biri və yaxud ümumiyyətlə heç biri inkişaf etdirən hərəkətlər olmasın, amma gəlin biz baxalım. Birinciyə baxalım. Deyir ki, turnikdə dartınma. Turnikdə dartınma müəllimlər bildiyiniz kimi yuxarı ətraf əzələ qüvvələrini inkişaf etdirir. Çünki ağırlıq çiyinlərə və qollara düşdüyü üçün yuxarı ətraf əzələsini inkişaf etdirir. İkinciyə baxalım. Deyir ki, dayaqda ayaqların 90 dərəcə bucaq saxlanması. Bəli, artıq bir hərəkətimiz budur. Dayaqda ayaqların 90 dərəcə bucaq saxlaması bədənin ön əzələ qüvvəsini müəllimlər inkişaf etdirir. İlk olaraq birinci bunu götürürük. Daha sonra uzanaraq dayaqda topun bir əllə itələnməsi. Bəli, qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir, amma bu da yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirir. Sonra oturaraq dizləri bükmədən irəli əyilmə. Müəllimlər, bu ümumiyyətlə qüvvəyə heç bir aidiyyatlığı yoxdur. Yalnız oturaraq dizləri bükmədən irəli əyilmə bədənin əyilmə qabiliyyətində var və bədənin əyilmə qabiliyyətini inkişaf etdirir. Həmçinin bədənin əyilmə qabiliyyətinin hər bir qiymətləndirmə normativində bu hərəkət var. Onun üçün bunu seçmirik. Sonra paralel qollarda dayaqda irəliləmə. Bəli, qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir, amma yuxarı ətraf əzələsini inkişaf etdirir. Sonra gövdənin bükülüb açılması. Bəli, gövdənin bükülüb açılması məhz qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir. Həmçinin də ön əzələ qüvvəsini inkişaf etdirir. Bunun üçün də altını da biz götürəcəyik. Daha sonra 7-ciyə baxalım. Deyir ki, əsas duruşdan oturub qalxmaq. Bəli, bu da qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir, amma ön əzələ qüvvəsini yox, aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirir. Bunun üçün isə bu günlərin biz burada birinci sualımızın cavabında yalnız 2 və 6-nı seçəcəyik. Bu da düşür Y variantına. Sualımızın doğru variantı Y variantıdır. Yalnız dayaqda ayaqların 90 dərəcə bucaq saxlanması və gövdənin bükülüb açılması. Keçək müəllimlər növbəti sualımıza. İkinci sualımızda. Deyir ki, keçirdim, görünsün. Deyir ki, epilepsiya zamanı şagirddə ilk tibbi yardım necə göstərilməlidir? İstər şagirddə olsun, istər ətrafımızda olan hər hansı bir şəxsiyyətdən geçsin söhbət. Yəni, yanımızda, ətrafımızda ilk hər hansı bir şəxsdə epilepsiya tutması olarsa, ilk necə yardım göstərməliyik? Hələ variantlara keçməmişdən qabaq ilk sizə izahını verim ki, ilk epilepsiya halı olarsa hər hansı bir şəxsdə biz ona ilkin yardım kimi ətrafında olar, ona zərər verəcək hər hansı bir əşyadan uzaqlaşdırmalıyıq, yəni əşyaları uzaqlaşdırmalıyıq. Başı zədələnməsin deyə başın altına hər hansı bir nəyisə yumşaq bir vasitə qoymalıyıq. Sonra onun belə deyək, bədənində, boğazında sıxıcı hər hansı bir geyim vasitəsi və ya hər hansı bir əşya varsa onu biz açmalıyıq, kənarlaşdırmalıyıq və heç bir müdaxilə etməməliyik. Həmin xəstəyə sərbəstlik verməliyik. Bundan savayı əgər epilepsiya xəstəsini 5 dəqiqədən artıq tutması baş verərsə, bu zaman biz ilkin olaraq tibbi yardıma nə etməliyik? Müraciət etməliyik. Və mənim bugün burada sadaladıqlarımdan hər hansı bir variantda varsa, onu biz seçəcəyik. A-da deyir ki, tutmanı dayandırmaq üçün xəstəni güclə saxlamaq və ağzına əşya qoymaq lazımdır. Qəti şəkildə olmaq. Yəni, bilirik ki, bəzi hallarda el arasında deyirlər ki, epilepsiya xəstəsi tutan adamın ağzını açıq saxlamalısan və dilin qatlamamaq üçün dilini tutmalısan və ya da hər hansı bir ev əşyaları, qaşıqmı, nəyinəsə dilin və ağzının, çənəsini saxlamağa çalışırlar. Bu qəti şəkildə olmaz. Çünki həmin xəstəyə biz zərər yetirmiş olaraq, belə deyək, və dişlərin sınmasına, belə deyək da, nail ola bilərik. Bunun üçün olmaz, qəti şəkildə olmaz. B variantına baxalım. Deyir ki, xəstəyə dərhal su içirtmək və ayağa qaldırmaq lazımdır. Qəti şəkildə. Bu da olmaz. Doğru variant deyil. C variantında deyir ki, xəstəni arxa üstə uzadıb başını hərəkətsiz saxlamaq lazımdır. Qəti şəkildə dedik, sərbəstlik vermək lazımdır.
Sonra D variantında deyir ki, xəstəni yan üstə uzatmaq, başını yumşaq nəyinsə üzərinə qoymaq və nəfəs almasını çətinləşdirən geyimləri boşaltmaq lazımdır. Məhz elə sualımızın cavabı budur. Bəli, başı zədələnməmək üçün hər hansı bir yumşaq vasitənin üzərinə qoymaq lazımdır. Bundan savayı isə xəstəyə sərbəstlik vermək lazımdır. Daha sonra onun hər hansı bir boğazında hər hansı bir əşya olarsa və ya da sığıcı geyim vasitəsi olarsa bunu boşaltmaq, açmaq lazımdır. Bu sualımızın da cavabını tapdıq. Keçək 3-cü sualımıza baxalım. Yenə hərəkət qabiliyyətlərdən bir sualımız. Deyir ki, dözümlülük hərəkət qabiliyyətini inkişaf etdirmək üçün hansı hərəkətlər daha məqsədə uyğundur? Baxın, deyir ki, qısa məsafəyə sürətli qaçışlar və hündürlüyə tullanma. Xeyr, sualımızın cavabı bu deyil. Qısa məsafəyə sürətli qaçışlar sürəti inkişaf etdirir, hündürlüyə tullanma isə sürət gücü inkişaf etdirir. Daha sonra B variantına baxın. Jimnastik hərəkətlər və tarazlıq çalışmaları olmaz. Bu da çeviklik hərəkət qabiliyyətini inkişaf etdirir. Sonra C variantında deyir ki, uzaq məsafəyə qaçışlar və müəyyən müddət dəqiqə ərzində fasiləsiz qaçışlar. Bəli, məhz sualımızın cavabı budur. Uzaq məsafəyə qaçışlar olsun, cross qaçışlar olsun və ya da hər hansı bir dəqiqə ilə, ölçmə ilə olunan uzaq məsafəyə qaçışlarımız dözümlülük hərəkət qabiliyyətini inkişaf etdirir. Daha bir sualımız idman oyunlarındandır, müəllimlər. Deyir ki, basketbolda hücum edən komandanın oyuncusu 6.75 metrlik xəttin daxilindən, baxın, basketboldan gedir, böyük basketboldan gedir söhbət, yəni 5-in 5-ə oynanılan bir basketbolda. Və deyir ki, 6.75 metrlik xəttin daxilindən, xaricindən yox, yalnız daxilindən səbətə uğurlu atış etdiyi anda, deməli, səbətə uğurlu atış olur. Müdafiə olunan komandanın oyuncusu ona qarşı qayda pozuntusu edir. Deməli, hücum edən komandanın oyuncusu rəqibin yarım sahəsinə daxil olur və onun 6.75 metrlik qövsünün daxilindən rəqib səbətinə hücum edir və uğurlu atış edir. Eyni anda müdafiəçi buna qarşı faul edir. Yəni, bu epizodda nə alınır? Basket faul epizodu alınır. Yəni, top həm səbətdən keçib, həm də qayda pozuntusu olunur. Yəni, faul olunur. Bu halda deyir, bu zaman hakim hansı qərarı verməlidir? Deməli, müəllimlər, sizə deyim, əgər 6.75 metrlik xəttin daxilindən uğurlu atış olub, həm də faul olubsa, 2 xal bir cərimə atışı olacaq. Xaricindən olubsa, 3 xal bir cərimə atışı olacaq. Və ya da deyək ki, 6.75 metrlik qövsün daxilindən hücumçu rəqib səbətinə atış etmək istəyib, eyni anda ona qarşı faul olub, qayda pozulub və top səbətdən keçməyib. Bu halda zonaya görə atış veriləcək, yəni 2 cərimə atışı olacaq. Həmin epizod qövsün xaricində olarsa, yəni top səbətdən keçməzsə, eyni anda qayda pozuntusu olarsa, müdafiəçi, yəni hücumçuya qarşı qayda pozarsa, bu zaman 3 cərimə atışı üçün olacaq. Amma burada bizdə deyir ki, 6.75 metrlik qövsün daxilindən uğurlu atışı olub, eyni anda da qayda pozuntusu var. Deməli, 2 xal və 1 cərimə atışı üçün olacaq. Sualımızın gəlin doğru variantını tapaq. Deyir, top oyuna mərkəzdən daxil edilir və xal hesablanmır. Xeyr, əksinə xal hesablanılır və top oyuna mərkəzdən daxil edilmir. Yalnız oyunun başlanğıcında oyun hakimin atışı ilə, yəni hava atışı ilə mərkəzdən başlayır. Qalan epizodlarda, yəni 2-ci, 3-cü, 4-cü periodların hər birinin əvvəlində top oyuna mərkəz xəttin yanından, yan nöqtədən yəni başlanılır. Sonra B variantında deyir ki, hücum edən komandaya 2 sərbəst atış verilir. Xeyr, bəs burada 2 sərbəst atış verilmir, yəni bir sərbəst atış verilir, bəs əlavə olaraq xal da verilir, o yoxdur burada. C variantında deyir ki, atılan top uğurlu sayılır, bəli, uğurlu sayılır, 2 xal verilir və hücum edən komandaya əlavə bir sərbəst atış hüququ verilir, bəli, sualımızın doğru variantı C variantıdır. Daha bir sualımız. Deyir ki, 2024-cü il Parisdə keçirilən Olimpiya oyunlarında, yəni 2024-cü il deyirsə, sonuncu Olimpiya oyunlarından gedir söhbət, yəni 33-cü Fransada keçirilmiş. Olimpiya oyunlarında Azərbaycan idmançıları hansı idman növündən deyir gümüş medal qazanmışdır? Bildiyimiz kimi 2 qızıl, 2 gümüş, 3 bürünc qazanmışdır. Qızıllarımızı qazanmışdı Hidayət Heydərov və Zəlim Koçayev. Hər ikisi judo idman növü üzrə qazanmışdı. Daha sonra bir gümüşümüzü boksdan, bir gümüşümüzü isə taekwondodan qazanmışıq. Gümüşlərimizi isə Alfonso Dominguez və Qaşim Magomedov qazanmışdır. Bürünclərimizi isə birin gümüş medal, birin Yunan Roma güləşi üzrə Həsrət Cəfərov qazanmışdır. Bürünc medal. Digər ikisini isə bürünclərimizi sərbəst güləş üzrə qazanmışdıq. Bunlar qazananlar isə Georgi Meşvili idi. Digər isə birin qazanan isə Magomedxan Magomedov idi. Bizdə burada gümüş medalı qazananı soruşursa, deməli, biz dedik axı, gümüş medalı yalnız boks və taekwondo üzrə qazanmışıq. Bura baxaq, judo xeyir qızıldır, sərbəst güləş bürüncdədir, karate ümumiyyətlə yoxdur, olmayıb.